Bir təcili xəbəri diqqətinizə çatdırıram, paylaşın və üstəgəl işarəsini vurub kanala abunə olun, əgər abunə deyilsinizsə. Tovuz rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib. Statinfo Oxaza istinadən xəbər verir ki, İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən işlərini itirənlər əsasən Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi, baş mühasibi və sürücü vəzifələrində çalışanlar olub. Məlumata görə İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adı çəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon İcra Hakimiyyətində sərəncama götürülüblər. Qeyd edək ki, bundan əvvəl Ağsu rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Abunə olmağı unutmayın.